Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşrağa Bilgah yolunda, belə deyək də, tam yola yaxın, yolun ağzında. Həm də belə deyək, Albalıya dönən yol. Yolun sırf ağzındadır. Belə deyək, 25 sot torpaq sahəsidir. Sənəd çıxarışa yararlıdır. Belə deyək, hər bir tərəfdən hasar divarının içərisindədir. Böyük darvazasına qədər var və ondan əlavə böyük bir mağazini var. Obyekti var qabağında. Obyektin qabaq hissəsini sizlərə tam göstərə bilmir. Yəqin ki, real alıcı olanda inşallah tam göstərə biləcək. Böyük bir obyekti var. İnşallah obyektin arxa hissəsini də sizlərə göstərəcək. Onu da nəzərinizə çatdıraq. Çəkiliş yalnız Məşrağa Əmlak Əmlak şirkətinə aiddir. Qiymət 250 mindir. Reallıq olarsa yəqin ki, ev sahibi tərəfindən endirim olunacaq. Və inşallah torpaq sahəsini göstərək sizlərə. Və içərisində də əlavə böyük bir kəni var. Fikir verin. Əlavə böyük bir kəni var. Və su quyusu var. Böyük bir su quyusu var. Və bunlar da gördüyünüz kimi paniklərdir. Bunlar inşallah söküləcək yəni. Yer olaraq, ərazi olaraq həqiqətən də yaxşıdır. Belə deyək. Bu quyusudur. Torpaq sahəsində göstərək sizə. Və onu nəzərdə çatdıraq ki, sırf 400 bir torpaq sahəsidir. Yəni, belə deyək, kvadrat bir torpaq sahəsi düşür və eyni qayda ilə obyektin yerini göstərəcəksə. Qardaşım, burada tam şəkildə izləyəcəyimizə göstər, zəhmət olmasa. Fikir verin, buradan tam panikin axırına qədərdir. Və ola bilər ki, artığı da olsun. Və onu da nəzərinizə çatdıraq ki, yəni yol qırağında bağ almaq istəyənlər üçün də əlverişlidir. Həm də ki, obyekti var da, belə deyək. Və o su quyusu da əl quyusudur. Əllə qazılma köhnə quyulardandır. Və onu da göstərək sizlərə, zəhmət olmasa. Böyük bir quyu da əl quyusudur. Kanallar sırf qapının ağzındadır. Və obyektin arxa hissəsini qeyd eləmişdim. Obyektin arxa hissəsini də göstərək sizlərə. Bu da obyektin arxa hissəsi və orada da əlavə yeri var. Obyekt olmasa da hardasa bir yalan olmasın, bir 90-100 kvadrat olar məncə. Böyük obyekti. Sırf yola baxır yəni. Yolun ağzındadır. Fikir verin. Burada da balaca bir köhnə belə deyək, ev kimi bir yeri var. Yəni kim istəsə bunu da gələsindən obyekt edib artıra bilər. Obyekt üçün bu da yararlıdır. Yəni bu da obyektin kürəsində. Düzdür qardaşım da kürəsində obyekti bu da. Və gördüyünüz kimi fikir verin. Panik olduğuna görə ola bilər hardasa bir balaca anlaşılmamazlıq olur. Ancaq sırf paniklər çıxsa, yəni gözəl bir bağ sahəsində belə deyək, yararlıdır və obyekt hissəsində və qeyd etdiyimiz kimi dəyərli izləyəcəyimiz. Məşrağa Bilgah yolundadır, Albalıya dönən yoldadır. Yolun tam ağzındadır, böyük bir obyekti var. 25 sotlu sənəd çıxarışa yararlıdır. Qiymət 250 min materiallı olarsa ev sahibi tərəfindən endirim olunacaq. Və qeyd etdiyimiz kimi çəkiliş Məşrağa Əmlak Əmlak şirkətinə aiddir. Səhifəmizi izləyib bəyəndiyiniz Məşrağa Əmlak Əmlak şirkətinə əməkdaşlar və rəhbərliyindən sizdən təşəkkürümüzü bildiririk.